Teşekkür ederim. Sizi gördüğünüz çok oldu. Həmişə yaxşı olun. İlk dəfə siz yanımda. Sizin yanınızda ilk dəfə yəni. Aha, amma Amma hardasa bir 2 il qabaq yalnız alın qırışlarıma görə o da məni qane eləmədi, sonra davamlı getmədim. Əslində fikirləşmirdim heç vaxt belə bir şeylər. Amma bu yaxınlarda sizin Instagramda gördüm. Sonra fikirləşdim ki, gedim Nigar xanımın yanına. Nə gördünüz orada? Orada gördüm ki, çox gözəl əl qabiliyyətiniz var, özünüz gözəlsiniz, şirinsiniz. Və belə münasibətiniz. Sağ olun. Ona görə fikirləşdim ki, gedə bilərəm. Əslində heç vaxt istəmirəm. İndi yəqin ki, görürsünüz. İstəyin. Demirəm ki, yəni pisdir və yaxud da ki, çox gecikmişsiniz. Bu sözləri demərəm, çünki hər şey yaşla bağlıdır. Yaşınıza uyğundur üzünüz. Düzdür, mən sizin yaşınızı soruşmamışam, amma bilirəm də. 60. 61 bir yaş o yan bir yaş. Yəni onu başa düşdüm ki, o yaşa uyğundur üzünüz. Amma istəsəniz, əlbəttə ki, siz bilirəm ki, demərsiniz ki, öz üzün kimi elə. Çünki hər yaşın öz gözəlliyi var, bəli. Amma olduğundan yaxşı eləyə bilərəm, təravətli eləyə bilərəm. Çox belə sadə bir şeylərdə, yəni bilinməyən, amma ürək açar. Bəli. Mənim oldum. Çünki mən işimlə əlaqəli, mən istəmərəm ki, elə bir dərhal nəzərdə çəkəm. Müəlliməsiniz. Direktoram. Ona görə də tələbələrin yanındayım. Aydın. İctimai yerim. Ona görə istəmirəm birdən-birə onlar hamısı hiss olunsun, bilinsin. Dodağıma heç nə istəmərəm. Botoks ümumiyyətlə istəmirəm. Amma bilirəm, haradasa biyo nələrsə deyirsiniz, nöqtələr kullanlar. Bir balaca dediyiniz kimi bir az fərqlənən yəqin gözünüz bildiniz. Tamam. Baxın, botoks istəmirsinizsə, botoksu əvəz edən də məndə biyo yoxdur. Mən sizə durub yalandan danışa bilmərəm ki, var belə kosmetoloqlarımız, əgər onlara kosmetoloq demək olarsa və çox belə geri dönüşlərim var, fəsadlarım var ki, gedirlər, deyirlər ki, botoks istəmirsənsə, botoksu əvəz eləyən, o botoksdan da pisdir. %100 ki, bunun tərkibində botulatoksin var. Birinin qaşı əyilir, birinin gözü balacalaşır, birinin danışığı itir. Amma güya ki, dırnaq arası o biyodur. Amma biyo deyil, o biyo deyil. Botoksu əvəz eləyən heç nə yoxdur. Yox, mən botoksu əvəz edəməyəm, iynəklə var. İndim, sadəcə verin, baxın, alnınız qırışdı, gözünüzün ətrafı qırışdı. Durum deyim ki, bu qırışınızı bu dərmanla açacağım, yox, açmayacağım. Sadəcə olaraq dəri rənginizi balanslaşdıracağım, təravət verəcəm, rəngi gözəl olacaq, nəmli olacaq, liftingli olacaq. Yəni, bunlara sizə söz verirəm. 3 prosedura üzünüzdə siz dəyişiklik görəcəksiniz.